HTML dilində atributları müəyyən edin. Baxaq, atribut və tag anlayışı var bizdə. Əvvəlcə tagdən başlayaq, çünki tag daha əsas bir anlayışdır. Tag dedikdə biz nə nəzərdə tuturuq? Məsələn, body tagi var. Body bizdə nə edir? Saytın əsas hissəsini göstərir. Head tagi var. Saytın başlığı ilə bağlı və digər əsas ilkin məlumatları biz orada daxil edirik. Daha sonra məsələn var bizdə HTML tagi, web səhifəni bildirir. Daha sonra image tagi var. Bizdə şəkil, qrafiki faylı daxil etmək üçün istifadə edirik. A tagi var. Məsələn, A tagi bizə nə edir? İstinad və s. daxil edir. Bu formada. Yəni bunlara biz tag deyirik. Bir də bizdə atribut anlayışı var ki, atribut anlayışı tagdən ortaq işləyir. Yəni sadəcə taglə nəsə daxil edərkən, məsələn, şəkil daxil edərkən onun mənbəsini göstəririk. Və ya şəkil daxil edərkən, əgər ki orada problem yaşanırsa, göstəriləcək mesajı bildiririk. Və məsələn, A tagi ilə istinad daxil edərkən biz hara keçid edəcəksə onu bildiririk və s. Məsələn, burada göstəriləndə də ilk var href. Href bizdə istinad zamanı bizim hara keçid edəcəyimizi göstərir. Href yazıram A-nın yanında atribut kimi və dırnaq içərisində nə yazıram? Hara keçid edəcəyimizi göstərirəm. Daha sonra var məsələn orada SRC atributu var. SRC atributu yəni source sözünün qısaldılışıdır. Image tagi ilə işlədilir. Biz burada nəyə göstəririk? Şəklin harada yerləşdiyini və yaxud da adını və s. biz burada bildiririk. Daha sonra alt tagi var orada. Alt atributu var bizdə. Alt atributu da nə edir bizdə? Artıq həmin o şəkli yüklənməsində problem yaşanarsa, məsələn, həmin mənbədə tapıla bilməzsə və ya internetdə problem olarsa, bizim göstərəcəyimiz mesajı bildirir. Demək bizdə burada atributlar hansılar oldu? Href, SRC və alt. Digərləri bizdə nədir? Taglərdir. Cavabımız oldu 1, 3, 6.